Salam əziz dostlar, gözəl insanlar, hər birinizi xoş gördük. Rəbbim gününüzü, ömrünüzü faydalı yaşayıb yaşadanlardan eləsin. Dostlar, deməli, yaxın dostlarımdan biri Qurandakı qisas məsələsi barədə bir sual verdi. WhatsApp-la ona verdiyim qısa cavabdan sonra bu dəfə TikTokda qarşıma bir video çıxdı. Deməli, həmin videoda Kamran Həsənlinin verilişində Sərdar Cəlaloğlu ilə bu haqda ona sual verir. Sərdar bəy də mövcud bilgilər üzərindən cavab verir. Təbii ki, bu cavab da sanki Allahın sözüymüş kimi başa düşülür. Yəni, Qurana isnad etdiyinə görə belə bir fikir formalaşır. Axtarıb verilişin əsas linkini tapdım. Məlum oldu ki, həqiqətən 4 il əvvəlki canlı yayımdan olan bir qısa video imiş. Mən də həmin verilişin qisasla əlaqəli hissəsinə kimi baxanda gördüm ki, ikisi də aləmi qatıbdılar bir-birinə. İndi dostlar, istəyərəm ki, həmin o verilişdən müəyyən bir balaca bir fragmenti göstərim. Sonra qisas mövzusundakı məsələyə aydınlıq gətirək. Allah Teala Quranda deyir ki, mən hər bir adamın bir günahına görə bir cəza verəcəm. Peyğəmbərlə bağlı ayədə deyir ki, sənin bir günahına 2 cəza verəcəm. Baxın, burada maraqlıdır. Deyir ki, Peyğəmbərə elədiyinə görə 2 cəza verəcəm. Yəni, bunu istinad eləmək həqiqətən Allaha böhtan atmaqdır. Belə bir anlayışın olmağı həqiqətən mümkün deyil. Amma təəssüflər olsun ki, belə bir anlayışı bir Quran ayəsi kimi təqdim eləyə bilirlər. Məsələn, ona görə mən istəyirəm ki, belə bir ayələr gətirildiyi zaman həqiqətən onun hansı ayədə, hansı surədə olduğu qeyd edilsə daha yaxşı ola bilər. Çünki bəlkə bizim də bilmədiyimiz o qədər məsələlər var ki. Quranda deyir ki, şərab haramdır. Cənnətlə bağlı deyir ki, cənnətdə şərab çayları olacaq, göllər olacaq. Yəni, burada da deyir ki, şərab haram olduğunu qeyd edirlər. O tərəfdə də bunun olacağı iddia edilir. Birincisi, orada haram olan xamırdır. Xamır isə beyinə təsir edən o bütün narkotik maddələri də, spirtli içkiləri də əhatə eləyir. Şərab isə bildiyimiz maye deməkdir. Yəni, çayda, suda bu mənada şərabdır. Bu dünyada haram olan niyə insanları cənnətə verəcək? Bunu da özümüz biraz düşünək. Çünki məsələn, mən bu günlərim əgər dünyada həmin o şərabı içmirəmsə, həmin o spirtli içkilərdən istifadə eləmirəmsə, narkotik maddələrdən istifadə eləmirəmsə, nəyə görə cənnətdə buna icazə verəcəm? Belə bir şeyə razılıq verilsin. Onlar elə bu deyilənlər deyir, məsələn, cənnət almaz. Bu demək deyir ki, cənnət alma ağacı var, alma gəlir. Sadəcə olaraq, necə ki bizim alma haqqında təsəvvürümüz var, bir neyməti oxşadaraq, bənzətməni izlənəməzlik, orada da neymətlər var. Yəni, Quranda ümumiyyətlə, dostlar, cənnət almasından bəhs edilmir. Daha doğrusu, daha dəqiq desəm, Quranda heç ümumiyyətlə alma sözü işlədilmir. Quranda deyir ki, nə Nuh, nə İbrahim, nə Yaqub, Yahudu deyil. Burada da yenə qarışdırıb da, Quranda təkcə İbrahim Peyğəmbərlə əlaqəli belə bir ayə var. O da yenə də təkcə Quran-Kərimin 3-cü surəsi olan Ali İmran surəsinin 67-ci ayəsində deyilir. Orada da qeyd olunur ki, İbrahim nə Yahudi idi, nə də Xristiyan, o haqqa üz tutan, Allaha təslim olan bir adam idi. Allaha şərik qoşanlardan deyildi. Ayədə Nuh Peyğəmbərin ya da Yaqub Peyğəmbərin adları çəkilmir. Çünki biraz bunun tarixini bildiyimiz zaman orada görərik ki, həqiqətən tarixdə Yahudi anlayışının ortaya çıxması daha sonraki dövrlərlə bağlıdır. Babil sürgünü ilə əlaqəli olan Yahuda krallığından gələn insanlar üçün istifadə olunan bir termindir. Bunu keçirəm inşallah. İsa'nın səhabənin adı var. Matvey, Luka, Fama. Baxın, burada da Kamran bəy deyir ki, İsa'nın həvarilərinin, yəni onun səhabələrinin adları var. Orada Matveyin adını çəkir, Luka'nın adını çəkir. Amma burada qarışdırır, çünki Matvey dediyi Matta, sonra Luka'nı deyir. Amma Luka İncilinin bir də Yeni Əhiddəki elçilərin işlərinin müəllifi kimi tanınır. Pavlusun, yəni Pavelin də yol yoldaşı olduğu bildirilir, hətta həkim olduğu qeyd olunur. Amma Matta, bəli, İsa'nın sahabələrindən yaxud da həvarilərindən biridir. Orada da ilk bu günlərim əlimizdəki mövcud olan İncil Matta'nın İncili olaraq qəbul edilir. Matta'nın nəql etdiyi İncil deyə qeyd olunur. Buradan da görə bilərsiniz. Biz Avropada universitet yox idi. Avropada ilk universitet 1215-ci ildə açılıb Bolonyada. Hələ heç bir şərq ölkəsində universitet yox idi. Yəni burada da biraz həqiqətən
Avropadakı ilk universiteti qeyd edilir. Halbuki bu gün bilinən ən qədim universitet keçən dəfə də şəxsən özümün getdiyim Mərakeşdə, hətta Guinness Rekordlar kitabında dünyanın fasiləsiz fəaliyyət göstərən ən qədim ali təhsil müəssisəsi kimi həmin orada öz yerini alıbdı. Bu da Əl-Qaraviyun adlandırılan həmin universitet 859-cu ildə olan bir universitetdir. UNESCO-nun da Dünya Mirası siyahısında öz əksini tapıbdı. Müsəlman bir xanım olan Fatimə Əl-Fihri tərəfindən qurulubdu. İndi dostlar digər bir videoya da keçək. Nəsimi küfür danışırdı. Ən-əxlaq ideyası idi. Allah mənəm deyirdi. Onu götürəsiz soyublar, cəbi soyublar. Nə olsun? Dinə ziddi soyublar. Burada deyir ki, dinə ziddi soyublar da. Həqiqətən təhlükə budur. Problem bax buradadır. Dinə zidd deyilir. Hansı dinə? Dinə zidd olan bir sözə, bir fikrə, bir düşüncəyə görə insanların dərisinin soyulmasına bu cür yanaşmaq həqiqətənmi insanlıqdır? Həqiqətənmi hüquqdur? Həqiqətənmi sizin istədiyiniz din anlayışı budur? Həqiqətənmi sizin istədiyiniz dövlət anlayışı budur? Həqiqətənmi İslam bizdən bunu istəyir? Doğrudanmı Allah belə əmr eləyir? Gerçəkdənmi Allah bu cür tövsiyəsi və yaxud da buyruğu var? İnanın, insan olaraq söz tapmaq çətindir. Yəni, insanın dərisinin soyulmasına haqq qazandırmaq bu nə deməkdir? Neysə dostlar, indi istəyərəm gələk əsas məsələyə. Çünki qisas mövzusunda suala və verilən cavaba birlikdə baxaq. Ondan sonra bu məsələni həm Quran ayələri əsasında cavabını tapmağa çalışaq. Səni öldürdülər, sən də ged onun qardaşını öldür. Harada elə deyil, Orada var, aya var da. Allah intiqamı sizə vacib bildi. Əgər gəlib sənin azad qisası, intiqam qisası, əgər sizin azad adamınızı öldürdülər, siz gedin onun azad adamını öldürün. Biz gedib adam öldürəcəyik. Cinayətdir. O 7-ci əsrdə. Niyə cinayət olur ki? Adam öldürər. Əlbəttə. Necə yəni? Mən bir də qulaq al. Mən bibimin oğlunu öldürmüşdülər. Siz gedib o bibinin bir də qulaq icra edirəm. Bibimin oğlunu öldürmüşdülər. 3 nəfər düşmüşdü, keyfli, mən bibimin oğlu heç bir günah olmadan öldürmüşdü. Döyədə öldürmüşdü. Mən də ekspert işləyirdim. Getdim prokurorun yanına, dedim ki, bu biz kətdiyik, bu qan töküləcək. Sən burada rüşvət alıb bu işləri belə örtbas, gördüm ki, örtbaslı edirlər də. Resko prokurorun yanına getmişdim. Nəsə, bu adamları tutdular, 2 aydan sonra buraxdılar. Hamı da kətdə bilir ki, mən bibimin oğlu bundan döyüb öldürüblər. 2 yerindən başından sınmışdı, 32 yaşında, 5 dənə uşaq körpə qalmışdı. Mən bibimin obisi oğlu dedi ki, mən yaşaya bilmirəm. Mən dedim ki, qoy, mən qanun yoluna bu həll edeyim, bu adamlar həbs olunsun, qutarsınlar bu söhbət. Biz nə qədər elədik, o ölüm hadisəsi ilə bağlı günahkarları həbs elətdirə bilmədi. Bibimin oğlu getdi, bir avtomat tapdı. Getdi, durdu yolun ortasında. Vurdu, atasını da öldürdü, oğlunu da öldürdü, güllə getdi, qıraqda duran bir təsadüf qadını da öldürdü. Vəssalam. Elə olar. Əlbəttə. Sən əgər rüşvət alıb mənim qanımı batırırsansa, mənim əlimə pişik yeyir. O məhkəmə rüşvət almağınız... Hansı məhkəmə? Deməli, siz o... Hansı məhkəmə? Sərdar bəy, demək yoxdur da məhkəmə. Allah Teala da elə bir cəmiyyət qurur da məhkəmə olsun da. Allah Teala da ədalət sağlayır. Demokratik cəmiyyət qurun ki, orada məhkəmə olsun. Sən öldürsən də onu öldürüb qutardıq getdi. Deyib ki, də öldür. Sərdar bəy, bizə baxırlar. Ya çağırış eləməyin, xahiş edirəm sizi. Çox xahiş edirəm. Heç kim heç kimi öldürməsin. Sən mənə partiya sədrliyi öyrədin. Quran-ı Kərimdə var. Əgər dövlət bir adamın əli ilə biz başqa adamı cəzalandırır. Əgər mənim qanımı dövlət almırsa, mən özüm almalıyam. Başqa əlacı yox. Quranda belə bir fikir mi var, belə bir ayə mi var? Dövlət almırsa gedib sən almalısan. Dostlar, deməli burada Sərdar bəyin səsləndirdiyi, həm də Kamran bəyin sualı, verdiyi cavablar, verilən cavablar, yəni mövcud din anlayışını əks elətdirir. Yəni bu günlərimdə həqiqətən bütün məzhəbçilərin, bütün məzhəb davamçılarının düşüncəsi budur. Məsələn, bu günlər təzə bir termin çıxartdılar, məzhəbçi başqadır, məzhəbli başqadır. Yəni bunlar da bir don geyindirməyin başqa bir adıdır. Onunla bağlı çünki müəyyən tədbirlər keçirdilər və bəziləri də yazır ki, bunların ikisinin fərqini bilmirsiniz. Dilim canına sağ olsun. Dostlar, birincisi bu günlərim Əl-Qaidənin, IŞİDin, Boko Haramın, yəni digər müxtəlif qruplaşmaların da təfəkkürü budur. İndi gəlin bu məsələyə aydınlıq gətirməyə çalışaq. Birincisi, Azərbaycan dilindən mövcud olan bir neçə tərcüməyə nəzər salaq. Birincisi, akademiklərə istinad edilən tərcümələrə baxaq. Məsələn, akademik Vasim Məmmədəliyevlə Ziya Bünyadova aid edilən Quran tərcüməsindən həmin ayənin mənasını, tərcüməsini gəlin birlikdə oxuyaq. Baxın, Bəqərə surəsinin 178-ci ayəsi.
Bəli, burada deyir ki, ey iman gətirənlər, mötərizədə yazılıb, qəsdən öldürülən şəxsdən ötürü sizin üçün qisas almaq hökmü qərara alındı. Mötərizədə yazıbdılar ki, vacib oldu. Azad şəxsiyə, azad şəxsin qulu, qulun qadını, qadının əvəzində yenə mötərizə açıbdılar, öldürə bilərsiniz. İndi keçək sələflər tərəfindən qəbul edilən və həccə, umrəyə gedənlərə də verilən Əlxan Musayevin tərcüməsinə. Baxın, burada da eyni şəkildə baxırıq. Deyir, ey iman gətirənlər, öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Əslində, burada ya yuhəlləzinə əmənu kutibə aleykumul qisas deyir. Fil qatlə. Yəni, buradakı yazıldı, kutibə yazıldı deməkdir. Burada da vacib edildi mənası veribdilər. İndi mövzumuz o deyil də ona girməyəcəm. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın. İndi bir də fərqli tərcüməsi olduğunu iddia eləyən şərqşünas Nəriman Qasımoğlu'nun gəlin birlikdə tərcüməsinə nəzər salaq. Orada da deyir ki, ey inananlar, öldürülən kəslərin qisasını almaq yazılmışdır sizə. Azad birisindən qarşılıq azad birisi, köləyə kölə, qadına qadın deyə davam edir. Dostlar, baxın, burada da qisasını almaq yazılmışdır sizə deyir. Yəni, burada əslində açar söz qisas almaq sözüdür. Siz özünüz də bu oxuduğum ayələrdə və yaxud da digər tərcümələrə də baxsanız, orada qisas sözünə hər bir zaman qisas almaq mənası verilir. Yəni, bu mənada verildiyinə görə də demək olar ki, hər yerdə öldürmək kimi başa düşülür. Yəni, bu araşdırmadan hökm vermək deyilmi? Qatili dinləmədən, o məsələlərini tədqiq eləmədən qərara gəlmək deyilmi? Öldürülənin günahının olub olmamasını araşdırılırmı burada? Yoxsa öldürüldüyünə görə öldürən də mi öldürülməlidir? Yəni, araşdırılarkən şahidlərin olması, məhkəmə proseduru əslində deyilmi? Tərəflərin dindirilməsi məhkəmə deyilmi? Dostlar, indi birincisi qisas sözünün hansı ayələrdə, hansı mənalarda istifadə edildiyinə, işlədildiyinə keçməmişdən əvvəl bilmək istəyərdik ki, əslində qisas sözünün özü nə deməkdir? Məsələn, bu günlərim əlimizdə olan müxtəlif lüğətlərə baxsaq, hər birində görəcəyik ki, məsələn, qisas sözü ardınca getmək, təqib eləmək, iznə düşmək, arxası ilə getmək, kəsmək, sonra bərabərləşdirmək, əvəzləmək, eyniləşdirmək, bu cür mənalarda məsdər olduğunu görürük. İsim olaraq da, məsələn, mütləq bərabərlik, bir şeyin iki tərəfinin bir-birinə, məsələn, eyni olması mənasında olduğuna şahid oluruq. Yəni, qayçı kimi istifadə ediləndə qassa oradan da qeyd olunur. Məsələn, Quran-Kərimin 18-ci surəsi olan Kəf surəsinin 64-cü ayəsində qasas sözünə, məsələn, iznə düşmək mənası verilir. İstəsəz, buradan ona da baxa bilərik. Kəf surəsini, məsələn, mən açım. Kəf surəsi 64-cü ayəsində deyir ki, elə istədiyimiz də budur, dedi və onlar öz ləpirlərinin izinə düşüb gəldikləri deyə davam edir. İzinə düşmək. Sonra bundan başqa 28-ci surə olan Qəsas surəsinin 11-ci ayəsinə baxanda da o Musanın bacısına onun dalınca get deyə əmr elədiyini görürük. Yəni, burada da arxası ilə getmək, sonra ardına düşmək, izinə düşmək mənasında, yəni lüğətlərdə qeyd edilən mənalarda işlədildiyinə şahid oluruq. Yəni, görürük ki, həqiqətən burada bu mənaları veribdir özləri. Dostlar, ümumiyyətlə, qisas sözü Quranda 4 ayədə keçir. Bunlardan biri Bəqərə surəsinin bəhs elədiyimiz 178-ci ayəsi, digəri 179-cu ayəsi, digəri 194-cü ayəsi. Bir də indi danışacağım biraz sonra Maidə surəsi var, Quran-Kərimin 5-ci surəsi. Maidə surəsinin 45-ci ayələrində keçir. Bunlardan əsas olaraq bildiyimiz, məsələn, Bəqərə surəsinin 178 və 179-cu ayələri qisas ayəsi kimi təqdim olunur və belə bir şəkildə hər yerdə bəhs olunur. Amma bu ayələrdə qisas sözü əsas qatilin öldürülməsi kimi başa düşülür. Yəni, bu cür qəbul edilir, bu cür tərcümə edilir, bu cür məna verilir. Buna səbəbdə qeyd elədiyim kimi, yenə Quranın 2-ci surəsi olan Bəqərə surəsinin 178-ci ayəsinin ilk cümləsinin tərcüməsindəki xəta həmin o qisasın
yəni qisas almaq kimi başa düşülməsi və onun da kimisə qətlə yetirilməsi mənasında çıxmasıdır. Həmin ayənin birinci cümləsini indi biraz əvvəl oxudum, qeyd elədim sizə. Həmin ayədə orada deyilirdi ki, öldürülənlərə görə qisas almaq sizə vacib edildi və yaxud da yazıldı. Həmin o cümlədə ərəb dilində işlədilən bir sözün dilimizdə eyni mənada işlədildiyini düşünməyimiz belə bir səhv anlayışa gətirib çıxarır. Çünki qisas sözünü intiqam almaq və s. kimi başa düşüldüyünə görə belə bir mənanın verildiyinə şahid oluruq. Bu fikrə görə də qisas sözü gələn kimi, məsələn, öldürmək, sonra intiqam almaq mənası verilir. Demək olar ki, qisas bərabərdir öldürmək kimi başa düşülür. Əslində isə dostlar, Quranın bu ayəsində qisas sözünə öldürmək mənasının verilməsi mümkün deyil. Çünki həmin o sözdə öldürmə mənası yoxdur. Əksinə, diyet, yəni qan pulu, qan bahası dediyimiz bir məsələ var. Ancaq təkcə orada da ayədə görürsünüz, nə deyir? Qisas deyilir. Qisas. Qisas sözündə də heç yerdə öldürmək mənası yoxdur. Çünki bir cinayətin həm maddi cəzası var, həm də mənəvi cəzası var. Maddi cəzası da iki cür olur. Bir var hədd cəzası, bir də var kəffarə. Yəni hədd cinayəti törədənə konkret cəzanı müəyyənləşdirib verməkdir. Kəffarə isə törədilən cinayətə görə diyet, yəni əvəzini ödəməkdir. Qisasın bərabərləşdirmək, əvəzləmək mənasının olduğunu biraz əvvəl qeyd eləmişdim. Ona görə də bu sözü başqa mənada qeyd etmək əslində doğru deyil. Məsələn, Bəqərə surəsinin bu ayəsində də söhbət cinayətlə cəzanın əslində bərabərliyindən gedir. Amma təəssüflər olsun ki, bizə bunu qan tökmək mənasında bir məna verirlər. Onunla bağlı da müxtəlif fiqh, hüquq terminləri ortaya çıxarıb və əfsuslar olsun ki, bunu da həyata keçiribdilər. Bu cürə İslam anlayışını təqdim edibdilər. Yəni burada da təbii ki, ateist düşüncədə olanlar, deist düşüncədə olanlar buna haqlı şəkildə də etirazlarını bildirirlər. Yəni burada əslində kimisə tapşırmasına yerin olmadığı vurğulanır. Yəni burada konkret, bərabər, ədalətli qarşılıqdan söhbət gedir. Əvəzləməkdən söhbət gedir. Yəni azad olan bir adam qətl törədibsə, azad insanlara tətbiq edilən cəza tətbiq ediləcək. Qadın törədibsə, qadınlara görə nəzərdə tutulan cəza icra ediləcək. Məsələn, sual yarana bilər ki, azad sözünün içində məsələn qadın azad deyilmi? Çox haqlı bir sualdır əslində və doğrudur. Amma burada qadınlarla bağlı məsələ daha özəl məna daşıyır. Məsələn, bilirsiniz ki, bəzi yerlərdə də qadınların haqq və hüquqlarını qorumaq üçün qadına həmişə birincilik tanınır. Məsələn, bu günlərimdə Azərbaycan qanunvericiliyində müəyyən məsələ olmadığı təqdirdə uşaqların qadınla qalması və s. kimi müəyyən pozitiv ayrı-seçkiliyin olduğunu görürük. Buradakı məsələ, məsələn, nə ola bilər? Qadının südəmər övladı ola bilər və yaxud da qadın hamilə olmuş ola bilər. Bundan başqa, məsələn, vəziyyətin anlaqlı, anlaqsız olması, nəzərə alınması ola bilər. Bundan başqa bir də, məsələn, bizim bu günlərimdə abd sözündən qul kimi tərcümə verdik. Yeri gəlmişkən bir məsələni də qeyd edeyim. Kölə kimi qeyd edilən məsələ bizim şəkilli tarix kitablarında və yaxud da kinolarda gördüyümüz kimi əlləri, ayaqları zəncirli, nə bilim, burnunda, dodaqlarında həlqələr olan insanları təsəvvür edirik. Halbuki kölələr var idi ki, məsələn, sahiblərinin adından, yəni onların verdikləri etibarnamə ilə beynəlxalq ticarətlə məşğul olurdular. Bizneslə məşğul olurdular. Məsələn, ixalatla, ixracatla sahiblərinə, həmin o insanlara pul qazandırırdılar. Özlərinin də orada müəyyən faizləri olurdu. Məsələn, müxtəlif xarici ölkələrə gedirdilər. Yəni, bu o demək deyildi ki, həmin o köləlik məsələsi bizə o törədilən belə bir məsələdir və salam, ancaq bunların başının üstündə çətir kimi neysə yelləyəcəklər və yaxud da bunlar su deyən kimi dərhal suyu qaçıb gətirəcəklər. Bu kimi hazır vəziyyətdə dayanan 7-24 çalışan insanlar mənasına təqdim olunur. Halbuki biz baxdığımız zaman məsələn bu qədər bəsit olmadığını şahid oluruq. Ona görə də bugün məsələn köləliyi indiki dövrümüzlə də əlaqələndirmək mümkündür. Kölə dediyimiz anlayışı biz səhv başa düşdüyümüzə görə bəzi məsələləri düzgün analiz eləmirik. İnsanlar var ki, bugün 1 il və yaxud da 1 il 6 ay hardasa öz xidmətlərini həyata keçirirlər. Xidmətlərini həyata keçirdiyinə görə artıq onların öz haqları, hüquqları
digər azad insanlardan fərqli olur. Bundan bağlı qısa olaraq qeyd edəcəm. Bir də burada dostlar, həmin orada ayədə qeyd olunan qadın kimi tərcümə edilən bir söz var, unsa sözü var. Unsa, yəni pəltək seynəndir. Yəni bu haqqda da geniş danışmaq olar, amma bunlar inşallah qalsın sonraya. Çünki istəyirəm ki, mövzumuzdan yayınmayaq. İndi yenə də qaydaq qisas məsələsinə. Əslində ayədə qeyd edilənləri biz belə başa düşə bilərik. Məsələn, bir əsgərin törətdiyi cinayət, məsələn, insanlar üçün, azad insanlar üçün, sərbəst insanlar üçün nəzərdə tutulan məhkəmələrdə həyata keçirilmir. Neyinir? Bunun üçün hərbi məhkəmələr var. Hərbiçilər üçün nəzərdə tutulan qaydalara uyğun olaraq həyata keçiriləcək hərbi məhkəmələr var. Burada onların hüquqları o həmin məhkəmələrdə müzakirə olunur, və yaxud da mühakimə olunur, və yaxud da qorunur, müdafiə olunur və s. Yəni, bütün bunlar bir növ bizdə mövcud olan, məsələn, fərqli məhkəmələrdəki kimidir. Məsələn, bilirsiniz ki, ağır cinayətlər məhkəmələri var. Sonra biraz əvvəl qeyd elədiyim hərbi məhkəmələr var. Sonra mənim bu qadağan olunan kitabım var, bilirsiniz ki, bu inzibati məhkəmələrdə həyata keçirilmişdi. Orada bu məsələyə baxılmışdı. Bundan başqa, bilmirəm, indi Azərbaycanda var ya yox, kommersiya məhkəmələri var. Yəni, bunları sayını artırmaq da olar. Fərqli anlarla bağlı, məsələ ilə bağlı yanaşmadır bu da. Dostlar, indi yenə keçək qeyd elədiyim Bəqərə surəsinin 178-ci ayəsindəki ikinci cümləyə. Məsələn, buradakı cümlənin ikinci tərəfində qətlə yetirilənin ailəsinə ödəniləcək diyetdən, yəni qan pulundan, yəni qan bahasından bəhs edilir. Yəni, yası düşən tərəf, öldürülən tərəfin diyetini qəbul eləsin deyilir. Yəni, bu ayədəki birinci cümlənin də əslində bu izahıdır. Yəni, qadına görə qadın diyeti, qadın qan bahası, köləyə görə kölə diyeti, azad insana qarşı da azad diyeti ödəniləcək. Çünki bu ayənin sonraki cümləsində də bunun yüngülləşdirmə və mərhəmət olduğu bildirilir. Məsələn, özləri burada tərcüməsində qeyd eləyibdilər. Burada yaxşılıqla diyə deyirlər, diyet sözünə verilibdir. Bu deyir, Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Əgər həqiqətən qan pulu qəbul edilməsəydi, həmin cinayətkarın öldürülməsi həyata keçirilsəydi, ayənin sonraki cümləsində bildirilən, yəni qeyd elədiyimiz yüngülləşdirmə və mərhəmət sayılacaqdırmı dostlar? Deməli, qisas baş vermiş qətlin əvəzini, baş vermiş ölüm hadisəsinin diyətlə, qan pulu ilə əvəzlənməsidir. Çünki ayəyə fikir verin, deyir, ayədəki, həmin o axırıncı ayədə bu məsələ aydınlaşdırılır. Deyilir ki, bundan sonra təcavüzkarlıq edən şəxsi şiddətli əzab gözləyir. Onun üçün ağlı-acılı əzab vardır. Yəni, kim qan pulunu alandan sonra, diyeti alandan sonra qan davası güdərsə, yəni başqa cür davranarsa, başqa planlar qurarsa, düşmənçilik güdərsə, həddi aşarsa, ona əzab var. Çünki haqsızlıq eləmiş olur. Yəni bunun 179-cu ayədə də, yəni bir sonraki ayədə də davam edir proses. Burada nə deyir? 179-da وَلَكُمْ فِي الْقِسَاسِ حَيَاتٍ tərcüməsində belə veribdilər. Sonra da deyir ki, يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تَتَّقُونَ Ey ağıl sahibləri, bu qisas sizin üçün həyat deməkdir. Sonra da ümid edilir ki, yəni məsuliyyətli hərəkət eləyib əzabdan qorunasınız. Əgər həqiqətən qisas adam öldürməkdirsə, burada necə həyatın olduğundan bəhs edilə bilər? O zaman qisasda həyat yox, qisasda adam öldürmək olur. Dostlar, bütün bunlardan da aydın olur ki, ayədə bəhs edilən qan pulu, qan bahası dediyimiz əvəzdir. Yəni, diyə deyilən diyetdir. Ayədə öldürməkdən bəhs edilmir. Qisas ayəsi kimi bilinən bu ayə əslində qan davasının qarşısını almaqdır. Cəmiyyətdə mövcud ola biləcək hüquqsuzluğu aradan qaldırmaqdır. Ədalətsizliyin önünə keçərək ədaləti bizə buyurduğunun şahidi olur. Tapşırmaq məsələsinin aradan qaldırılmasıdır. Hansısa güclə, hansısa başqa bir variantla bu öldürülənin əvəzinin alınması məsələsini yüngülləşdirilərək davam edilməsidir. Çünki Quranda pisliyin əvəzinin onun misli qədər olacağı prinsipi var. Quran-Kərimin məsələn 10-cu surəsi var. Yunus surəsinin 27-ci ayəsinə, 42-ci surə var. Şura surəsinin
40-cı ayəsinə, 16-cı surə var, Nəhl surəsi, Nəhl surəsinin 126-cı ayəsindən baxsanız bunu görə bilərsiniz dostlar. İndi gələk qisas sözünün Quranda keçdiyi 5-ci surə olan Maidə surəsinin 45-ci ayəsinə. Baxın dostlar, 45-ci ayədə deyir ki: "Və katabna aleyhim fiha ennan nefse bin nefs vel ayna bil ayn vel anfa bil anf vel uzna bil uzun ve sinne bis sin" deyə davam eləyir və curuha qisas deyir ayədə. Təsəvvür edin, mən indi istəyirəm ki, bu ərəbcəsində oxuduğum ayənin mövcud tərcümələrdəki versiyasını sizə qeyd eləyirəm. Məsələn, deyir ki, burada biz Tövratda onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, vurulmuş yaralara da yaralar qisas alınmalıdır. Qisas alınmalıdır, yenə də qisas alınmalıdır deyir. Hər kəs məsələn bunu sədəqə eləsə, bu onun üçün kəffarə olar. Allahın nazil elədiyi ilə hökm verməyənlər məhz onlar zalimlardır deyilir. Bu ayədə bu tərcüməni görürük. Maidə surəsinin 45-ci ayəsi. Dostlar, burada da qisas sözü, qisas alınmalıdır kimi tərcümə edilib, bu cürə məna verilib. Burada bir nəfərin başqasının gözünü çıxarıbsa, gedib cəza olaraq onun da gözü çıxarılmalıdır kimi bir məna başa düşülür. Bir fikir ağla gəlir, bu normaldır. Kimin dişi qırılıbsa, dişi qıranın da elə bir dişi qırılmalıdır. Sanki biz stomatoloqları bunun üçün işləməlisən. Və yaxud da kimin burnu sındırılıbsa, gedib onun da burnu sındırılmalıdır. Yəni buna inanılıb, belə başa düşülüb. Hətta sizə yeri gəlmişəm bir məsələni də qeyd edeyim. Nə qədər həqiqət olduğunu bilmirəm, ancaq onun kitabda yazıldığını, ərəbcə versiyasını da gördüm, elə bir fətvanın olduğunu. Amma sonra da deyirlər ki, bu fətvanın sahibi hazırda nə bilim, ya həbsdədirmi, ya da onun fətvaları qəbul edilmirmi, belə bir şey çıxarıbdılar. Deyilir ki, məsələn, bir adam əgər futbol oyununda bir oyuncu başqasına məsələn dartıb yıxırsa, sarı və yaxud da vəziyyətə görə qırmızı kart verilərsə, hakim qisası icra eləmədiyinə görə, Allahın buyruğuna uyğun qərar vermədiyi üçün, yəni qisas tətbiq eləmədiyi üçün deyir, kafir adlandırılır. Halbuki heç vaxt zərərlə qarşılıq yoxdur dostlar. Dişini qırana dişini qırmaq olmaz. Burada bəhs elədiyimiz əslində ayənin 2-ci cümləsində də bəhs olunur. Oradakı deyilən məsələ, buradakı kompensasiyadan, təzminatdan, kəffarədən bəhs edilir. Yəni onun əvəzləyicisi olan bir məsələdən. Yoxsa burada gözü çıxaranın gedib gözünün çıxarılmasından, dişi sındıranın gedib dişini sındırılmasından bəhs edilmir. Yəni buradakı məsələ odur ki, dişə görə fərqli, gözə görə ayrı təzminatın verilməsi qeyd olunur. Çünki qisas sözü budur və ayənin sonraki cümləsi də bunu açıqlayır. Yəni kim bunu ödəyərsə, əvəzini verərsə, onun üçün kəffarət olur, əvəz olur. Amma dostlar, təəssüflər olsun ki, bu ayələr tarixi rəvayətlərə qurban verilib. Ərəb adətlərini gətirib İslamlaşdırıbdılar. Yəni İslam qılıfı, İslam qəlibinə salıb bizə İslammış kimi təqdim edibdilər. Bu ayələrin tərcümələrindəki həmin o əlavə mötərizələrlə ayələrin mənalarını dəyişdiribdilər. Başa düşülməz bir hala salıbdılar. Bir əlin barmağını keçməyəcək qədər Peyğəmbərə istinad edilən hədisləri də, rəvayətləri də bu məsələdə əsas kimi qəbul edibdilər. Bunun üçün bir fiqh çıxarıbdılar. Təəssüflər olsun ki, tarixdəki qan davası məsələsi bizə qisas kimi bu cür aşılanıb. Sözün əl-sil mənasının əslində sırınıb. Hətta elə səviyyədə aşlayıbdılar ki, öldürülənin ailəsi yaxınlarının öldürməsinə şərait yaradıbdılar. Bunu da biraz əvvəl videoda da gördüyümüz kimi ədalət kimi təqdim edirlər. Quran-Kərimin 17-ci surəsi olan İsra surəsinin 33-cü ayəsinə də zəhmət olmasa imkanınız olanda bir baxın. Dostlar, indi yeri gəlmişkən bu barədə Yahudilərin və Xristiyanların müqəddəs kitab olaraq qəbul elədikləri Tövrata da nəzər salmaq istəyirəm. Çünki bilirsiniz ki, bayaqların Maidə surəsinin 45-ci ayəsində bəhs eləyəndə orada Tövrat məsələsini qeyd edir. Əslində həmin ayədə Tövrat sözü keçmir, amma həmin ayənin əvvəlinki ayəsində keçdiyinə görə oradakı ismi məfsul deyilən sözdən həmin o sözün Tövrat olduğu anlaşılır. Orada da mövcud olan Tövratda, hətta İncillərdə də müxtəlif buyruqların olduğunu şahidi oluruq. Məsələn,
Tövratın ilk bölümü bilirsiniz ki yaradılışdır. Yəni ona təkvin deyirlər. Mən sizə onu göstərəcəm. Bəli, deyim. Məsələn, yaradılış bölümü təkvin. Yəni yaradılış. Kəvvənə yukəvvinu təkvinə oradan gəlir. Yəni buna baxdığımız zaman həmin orada da insan qanı tökən mənə cavab verməli olacaq deyilir. Yəni burada yaradılışda var. Bundan başqa məsələn çıxış fəsli var. Yaradılışdan sonra gəlir. Adam öldürməyin deyə məsələn əmrlər var. Məsələn burada mən sizə onu da göstərim. Burada indi tərcüməsini verib də qətl etmə. Əslində bunun başqa məsələn tərcümələrinə baxdığımız zaman adam öldürməyin deyə əmr var. Bundan başqa məsələn Matta İncilində, Luka İncilində də adam öldürmə. Sonra deyir kim qatillik eləyərsə məhkəmə qarşısında cavab verəcək. Sonra məsələn Tövrat qəsdən insan ölümü ilə və yaralanması ilə nəticələnən hərəkətlərin əvəzinin ödənilməli olduğu deyilir. Məsələn orada bir cümlə belədir ki, cana can, gözə göz, dişə diş, ələ əl, ayağa ayaq, yanığa yanıq, yaraya yara, sonra zədəyə zədə ödənilməlidir. Məsələn bu da Tövratda yaradılışdan sonra gələn çıxışda, deməli çıxışın 21-ci hissəsinin 23-25-də qeyd olunur ki, əgər qadına ziyan dəyibsə təqsirkar adam can əvəzinə can, göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq, yanıq əvəzinə belə davam eləyir. Bundan başqa eyni məsələn Levlilərdə də var. Sonra təsniyə dediyimiz qanunun təkrarında da var. Orada da görə bilərsiniz bunu. Bundan başqa Tövratda məsələn cinayətin şəxsə aid olduğu da qeyd olunub. Məsələn günahkar olan uşağın yerinə atasının ya da atanın əvəzinə uşağın cəzalandırılması qadağan edilir. Məsələn orada da deyilir ki, ata övladının əməlinə görə, övlad da atasının əməlinə görə öldürülməməlidir, qətlə yetirilməməlidir. Hər kəs öz günahına görə öldürülməlidir. Bu da Tövratın axırıncı kitabı olan qanunun təkrarı deyə bildiyimiz həmin orada konkret olaraq qanunun təkrarında, mən sizə göstərim, Yeşuadan əvvəldir. Qanunun təkrarında 24-16-da oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs günahına görə öldürülsün deyə burada qeyd olunur. Görə bilərsiniz. Dostlar, bəs burada indi belə bir sual yarana bilər, haqlı bir sual olaraq ki, Quranda öldürmək cəzası yoxdurmu? Deyim ki, Quranda cəmi cümlətanı 4 cinayətin cəzasının olduğunu görürük. 1. Öldürməyə görə, oğurluq etməyə görə, böhtan atmağa görə, bir də zina eləməyə görə. Bir insanı öldürməklə bağlı Quran-ı Kərimin 5-ci surəsi olan Maidə surəsinin 32-ci ayəsindən baxanda bir insanın öldürülməsinin bütün insanları, bəşəriyyəti öldürmüş kimi qəbul edildiyini görürük. Bir insanı xilas eləməyin də bütün insanları xilas eləmək kimi buyurulduğuna şahid oluruq. Məsələn, Quran-ı Kərimin 4-cü surəsi var, Nisa surəsi. 93-cü ayəsində Allah buyurur ki, kim bir mömini qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Dostlar, ona görə də bu günlərin bizim daha çox ateistlərin, deistlərin iddia elədikləri, fərqli şəkildə qəbul elədikləri və bunu lağv predmeti olaraq istifadə elədikləri və özünü müsəlman sayınların da buna doğru dürüst cavab verə bilməyəcəkləri qisas məsələsi bundan ibarətdir. Qısa olaraq bunu qeyd eləməyə çalışdım. Yəni bununla bağlı inşallah Allahın izni ilə yazacağım Quranda yoxdur adlı kitabımda bu haqda geniş məlumat verəcəm. Yəni bizim bildiyimiz mənada Quranda qisas yoxdur. Əslində qisas deyə bildiyimiz məsələ əvəzləməkdir. O yoxsa qisas almaq deyil. Həmin o eyni qarşılığı diyet pulunu və s. verilməlidir. Həmin insan da, məsələn, deyək ki, kimisə imkanı varsa, diyet pulunu ödəyib rahatlıqla gəzə bilərmi? Xeyr, bu da elə deyil. Yəni, o da onun əvəzində mütləq həm təzminatı ödənməlidir, kompensasiya ödənməlidir, həm də dövlət olaraq bu adamın elədiyi cinayətə görə cinayətkarlara qarşı törədilən və yaxud da tətbiq edilən cəza ona da tətbiq edilməlidir. Yoxsa bu istədiyi kimi mənim pulum var, istədiyim cinayəti törədim, əvəzini ödəyim, sərbəst gəzim deyilən bir anlayış yoxdur. Əks təqdirdə bu bir xaosa çevrilər. Belə bir yanaşmanı heç bir zaman heç bir dini yanaşma qəbul eləyə bilməz. Allah da belə bir şeyə icazə vermir. Dostlar, sizlə indi burada sağollaşıram. İnşallah növbəti video söhbətlərimizdə görüşənə qədər sağ olun, salamat qalın. Elşad Miridən Quranı sevdirəcək yeni əsər
Ali-İmran surəsinin izahlı tərcüməsi. Quranda başa düşülməyən ayələr varmı? Quran Tövratı və İncili necə təsdiq edir? Allahdan qorxan, Allahı ürəkdən sevə bilərmi? Quranda kişilər qadınlardan üstün tutulurmu? Qurandakı şəhid, cihad, rəsul, qeyb sözlərinin mənası nədir? Bu kitabda bir çox suallarınıza cavablar tapacaqsınız. Kitabı 051 408 08 88 nömrəsinin WhatsApp-ına yazaraq və 012 408 08 88-ə zəng edərək əldə edə bilərsiniz.